Bu videoda Qayma Pro proqramı vasitəsilə ƏDV və ÖMV hesabatlarının bir Excel faylında eksportu və bütün dövr üzrə əvəzləşmiş qayma və yük gömrük bəyannamələrin vahid Excel hesabatını təqdim edəcəyik. İlk öncə ƏDV bəyannamələrini seçirik. Daha sonra bəyannamə eksport bölməsindən müvafiq düyməni vururuq. Fayldan da görsəndiyi kimi birinci səhifədə ƏDV hesabatlarının bütün tərkib hissəsində olan məlumatlar əks olunur. Əlavə bir YGB səhifəsində yük gömrük bəyannamələri, əlavə bir qayma hissəsində isə bütün dövr üzrə əvəzləşmiş elektron qaymələri görmək mümkündür. Daha sonra biz ÖMV hesabatlarına keçirik. Gördüyünüz kimi burada da ÖMV hesabatlarının tərkib hissəsi əks olunur.